Misal üçün, trapeziyaya aid bir suala baxaq. Trapesiyanın yan tərəfləri 6 və 8 santimetr olarsa, 8 santimetrdir. 8 yazaq. 8 santimetrdir. Yəni, bunu silək. Bura səliqəli yazaq. Trapeziyanın yan tərəfləri 6 və 8 santimetrdir. Kiçik oturacaq 5 santimetr olarsa, perimetrin ən böyük qiymətini tapın. İlk öncə trapeziyamızı çəkək. Bizə deyir, yan tərəf 5-dir və böyük yan tərəf çəkək bura. Deməli, yan tərəflər 6 və 8-dir, kiçik oturacaq 5-dir. Deyir, perimetrinin ən böyük qiymətini tapın. Biz ilk öncə yan tərəfə bir paralel düz xətt çəkirəm mən. Baxın, yan tərəfə paralel. Və 6-dırsa, onda burada 6. Bu 5-dirsə, burada 5-dir. Bura bir x yazıram. Üçbucaq bərabərsizliyə əsasən x kiçikdir nədən? 6 ilə 8-in cəmindən, böyükdür nədən? 8-dən 6 çıxıram. Yəni 2 kiçikdir, x kiçikdir 14-dən. X burada 2 ilə 14 arasında qiymətlər alacaq. Yəni ən böyük qiymətini deyirsə perimetrin. Deməli x-in ən böyük qiymətini alacaq. X-in ən böyük qiyməti də 13 olacaq. Perimetri hesablasaq, p bərabərdir. Buradan böyük tərəfi götürdük. 6 üstə gəl 5, üstə gəl 8, üstə gəl 5, yəni bu 5, üstə gəl 13 bərabərdir. 11, 19 və 37 santimetr olacaq. Deməli, trapeziyanın ən böyük tərəfi 37 santimetr.